indi tamaşa edəcəksiniz, əziz tamaşaçılar. Və bu nömrənin özündə də, bu rəqəmin özündə də həqiqətən də çox böyük bir sevgi və bu sevgidən birinin də adı həmin o verilən suallardan birinin cavabıdır. Soruşurlar Ulu Öndərdən ki, ən çox sevdiyiniz şəhər hansıdır? O isə nə cavab verir? Bakı, bəli, Bakı ən sevdiyi şəhər. Elə gəlin Rauf Hacıyevin Bakı haqqında mahnısını dinləyək. Azərbaycanın gözü, gözəli olan Bakımızı rəsm edək. Sözləri Ənvər Əlibəyliyə aiddir, Tərlanə xanımın işləməsində və burada solo artıq bir nəfər deyil, bir neçə nəfərin üzərinə düşəcək. Zeynəb Nəcəfova, Xəyal Qasımov, Aydan Tağıyeva və Riyad Eyvazov. Alqışlarla gəlin qarşılayan səristlərimizi buyursunlar. Sen çıktıkça dost ellerin elini dindirirsen yüreğimin telini. Ona yurdu ana veren canınsa güzel Bakı yüreğim sen